Deyən bir dəqiqə qalıb. O çəkəyə bax bir dəqiqə qalıb. Gel səbirli ol. Deməli bax, torpaq nə qədərdir? Bir sot yarım var. Ha, bir onda 7 zaten. Bir onda 7 bu belə. Bir o 7 torpaq, bir alt otaq ha. Altı otaq. Deməli alt otaq qufcalı. Mas hazırda. Mas hazırda alt otaq qardaş. Gəl bəri qaqa bir dənə suala cavab versin. Bax, onun girişi oradan da biz bizdən girək də buradan. Girək də heç olmaz. Girək baba bunun bax belə maşın saxlamağa, oturmağa, durmağa. Burada yəni yay məsafəsində eləyə bilərlər. Bəh. Texnik otaq. Bax belə, hörmətli izləyicilər, zəng eləyin sizə kömək eləyək. Qiyməti 130 min manat. Bax gördüyünüz kimi çox belə geniş evdir. Yəni 3 mərtəbə ev 130 min. Bağlıdır bura. Gətir qaqa, gətir. Bax gördüyünüz kimi, bax görürsüz. Deyərəm. Bax qaldı ikinci mərtəbəyə. Bax sizə pulsuz xidmət edirik. Gəlib burada evin yeri çox bəlli yerdədir də. Bax belə bu mehli ilə böyür-böyrədir. Biz sizə pulsuz xidmət edirik. Arzulardan pul istəmirik. Bax gördüyünüz kimi girən kimi sağda böyük bir otaqdır. Əlavə burada Mətbəxdir. belə Qardırob yeri. bax bu daha Hamamdadır. gözəl. İkinci mərtəbədə. Qalxaq ki 3-cü mərtəbəyə. Yox mən bilirsən hər şey bir demək istəyirəm çünki video görsən nəyə qədər buna artıq ehtiyac yox. Çünki cəmaatımız maşallah ayaq adamdır, hər şey görürlər. Üçüncü mərtəbə. Bax belə bura işıq yoxdur, buranın işıqmaqla. Deməli burada 3 dənə yataq otağı, düzdür xanım? 3 dənə yataq otağı, 1, 2, 3. Əla. Nəysə, biz qısa çəkdik, kimə ehtiyac olsa zəng eləsin. Qufçalı olar da yəqin ki bura 100. Qufçalı, gözəl. Qoçorla çəkin. Bax evin qiymətini sizə dediyim ki, yenə təkrar 130 min pulsuz xidmət edirik. Alıcıdan pul istəyən. Bax, bu evi kim alsa, bu evin də bu qabağında boşluq həmən bu evə aiddir də, yəni ona məxsusdur. Qapısının azmi asfalt küçədir, su, qaz, hər şey var. Heç nə. Zənglərinizi gözləyirik, sağ olun.